düzgün qidadan başlayır. Hansı qidalar iltihab əleyhinədir? Sağlam yaşlanmanı araşdıran müdaxilə tədqiqatlarında ölüm riskini ölçə bilən etibarlı göstəricilərə ehtiyac var. Bunlardan biri də qanda ölçülə bilən iltihab markerləridir. Məsələn, qanda C-reaktiv protein səviyyəsinin yüksək olması erkən ölüm riskini təxminən 42% artıra bilər. Başqa bir iltihab göstəricisi olan IL-6 səviyyəsi yüksək olduqda isə risk 49%-ə qədər yüksələ bilər. Bəs biz bu göstəriciləri necə azalda bilərik? Əvvəlki videoda iltihabı artıran qidalardan, ət və şəkərdən, iltihabı artırmayanlardan isə, məsələn, çərəzlərdən danışmışdım. Bəs iltihabı aktiv şəkildə azaldan qidalar varmı? Yüksək yağlı və yüksək glisemik yüklü bir yeməyə cəmi 1 stəkan gilə meyvə əlavə edildikdə IL-6 səviyyəsində əhəmiyyətli azalma müşahidə olunub. Başqa bir təcrübədə yumurta, yağ, ağ unlu məhsullar və kalbasa ilə birlikdə 2 stəkan moruq smuti şəklində verildikdə iltihab səviyyəsi sabit qalıb. Eyni kalorili banan isə bu effekti göstərməyib. Əksinə, IL-6 səviyyəsi 3 dəfə artıb. Bəs səbəb nədir? Antioksidant həblər? Xeyr, vitamin C, E, beta-karotin və selenium əlavələri fayda verməyib. Əsas fərq gilə meyvələrdə olan antosianin pigmentləridir. Onlarla randomizə olunmuş tədqiqat göstərir ki, antosianinlə zəngin meyvələr, məsələn, nar, zamanla iltihabı azalda bilir. Bəs ədviyyatlar? Üzüm və zərdəçal ekstraktları effekt verməyib. Amma bütöv zərdəçal gündə təxminən 1 çay qaşığı IL-6 səviyyəsini əhəmiyyətli şəkildə azaldıb. Saf kurkumin həbləri isə bu effekti göstərməyib. Sarımsaq dozu yarım çay qaşığından başlayaraq IL-6 səviyyəsini azaldıb. Zəncəfil tozu da eyni effekti göstərib. Bəs ümumilikdə bitki əsaslı qidalanma necə? Bəzi tədqiqatlarda gözlənilən qədər güclü nəticə alınmayıb. Amma səbəb diyetin yetərincə bitki əsaslı olmaması ola bilər. Məşhur New Diets tədqiqatında tam bitki əsaslı qidalanmaya keçənlərdə Dietary Inflammatory Index, yəni pəhrizin iltihab göstəricisi mənfi dəyərə keçib. Bu isə pəhrizin artıq iltihab əleyhinə olduğunu göstərir. Sadəcə əti azaltmaq və ya toyuqla əvəz etmək kifayət etməyib. Ən güclü təsir heyvani məhsulların və emal olunmuş qidaların tam çıxarıldığı bitki əsaslı pəhrizdə görülüb. Əlbəttə, bütün bitki qidaları avtomatik olaraq iltihab əleyhinə deyil. Ağ çörək, şirələr, qazlı içkilər və şirniyyatlar bitki mənşəli olsa belə iltihabı artıra bilər. Amma bütöv, az emal olunmuş bitki qidalarından ibarət pəhriz C-reaktiv proteində 30%, IL-6-da isə 20% azalma yarada bilər. Bu da göstərir ki, iltihabla mübarizədə ən güclü strategiya təmiz bitki əsaslı qidalanmadır.